Salamlar hər kəsə, ümid edirəm hər şey yolundadır. Biraz gecə olsa da söz verdiyimiz kimi Upwork'un yeni videosu artıq qarşınızdadır. Bu videoda Upwork proyekt necə yarada bilərsiniz, onun haqqında məlumat verməyə çalışacağam. Bu video bir neçə hissədən ibarət olacaq, ona görə də kanala abunə olaraq digər videolardan da xəbərdar ola bilərsiniz. Vaxt itirməyə artıq başlayaq videomuza. Sayta girdikdən sonra profilimizə daxil oluruq və profilimizdə aşağı düşdükdə feedbacklərdən sonra bizim proyektlərimiz olan bölüm olur. Sadəcə indi məndə heç bir proyekt olmadığı üçün bu üst hissədə hər hansı bir proyekt görə bilmirik. Onun üçün nə edirik? Bura klik edirik ki, proyekt yarada bilək. Səhifə açıldıqdan sonra proyekt yarat hissəyə klik edirik. Proyekt yarada daxil olduqdan sonra belə bir səhifə açılır. Burada biz title yazmalıyıq. Yəni ki, proyektimizin adı olacaq. Biz hansı xidmət ki təqdim edirik, onu burada yazmalıyıq. Daha sonra hansı kateqoriyaya aiddir, kateqoriya atributları və açar sözlər daxil olunacaq. Gəlin ilk öncə title-dan başlayaq və mənim üçün ən vacib elementlərdən biri bu hissədir. Bunu nə qədər düzgün yaza bilsək, o qədər bizə xeyirli olacaq. Bunun üçün nə edə bilərik? Məsələn, deyək ki, siz dizaynersiniz və logo düzəldirsiniz və proyekt olaraq da logo satışı, logo dizayn satışı etmək istəyirsiniz. Gəlin indi detallı olaraq bunu ən yaxşı variantda necə tapa bilərsiniz, onu bir yerdə öyrənək. Və bunun üçün də biz birbaşa yazmaq deyil də, araşdırma edib daha uyğun və düzgün bir title'ı tapacağıq. Bunu da necə edirik? Gəlin addım və addım baxaq. İlk öncə axtarış yerinə logo yazıram və proyektlər üzrə axtarış verirəm ki, görüm bizim neçə rəqibimiz var. Gördüyümüz kimi 97.489 dənə proyekt çıxdı. Bu o deməkdir ki, əgər sizin hər hansı bir reytinqiniz yoxdursa, proyektinizdə hər hansı bir satış olmayıbsa, birinci səhifə və ya ilk səhifələrə çıxma ehtimalınız çox-çox aşağıdır. Əgər sadə bir logo title-dan istifadə etsək, başlıqdan istifadə etsək. Ona görə bizim ən əsas məqsədimiz burada elə bir başlıq seçmək lazımdır ki, həm məsələn, dizayner axtaran insanlar oradakı açar sözlərdən istifadə eləmiş olsun, həmçinin buradakı rəqiblərimizin sayını minimuma endirək. Bunun üçün nə edə bilərik? Təzədən bir dənə də səhifə açaq. Yenidən axtarış yerinə gəlirik, amma bu dəfə buradan proyektləri yox, elə sırf iş elanlarını axtarırıq. Sən yazaq logo. Baxın, çoxluq olaraq logo dizayn sözləri axtarılır və daxil edilib. Onun üçün də burada axtarışda da logonu yazandan sonra ilk öncə bizim qarşımıza çıxan logo dizayn sözüdür. Bu deməkdir ki, logo sözündən sonra ən çox axtarılan və bir yerdə olan söz birləşməsi kimi istifadə olunan terminimiz logo dizayndır. Növbəti olaraq nə edə bilərik? Məsələn, axtarış yerinə yenə baxırıq ki, burada növlər çıxır, baxın. Düzmə dizayner deyiləm, dizaynerlər məndən daha yaxşı axtarış edə biləcək. Sadəcə, ümumi olaraq indi sizin üçün edirəm bunu. Minimalist logo dizayn gəlin seçək. Məsələn, indi iş elanlarının içindən ən çox istifadə olunan açar sözləri araşdıracağıq. Amma elə belə gəlin bir də baxaq. Hal-hazırda minimalist logo dizayn sözümüz var. Söz birləşməyimiz var. Və artıq 97.000-dən 40.000-ə indi proyekt sayı. Bu da yaxşı göstəricidir. Deməli, biraz da davam edib, daha da sayı azalda bilərik. Növbəti olaraq, gəlin bir dənə də Excel açaq. Özümüz üçün açar sözləri qeyd edək ki, daha rahat izləyə bilək. Səhv elədim.
Belə bir şey. Aha, logo designer, kreativ. Məsələn, bizdə hansı söz var? Hal-hazırda minimalist logo dizayn var. Daha sonra əlavə eləyək kreativ sözünü. Kreativ. Unique ola bilər. Baxaq görə testi çıxırmı yoxsa yox. Daha sonra grafik dizayn. Grafik dizayn. Görürsünüz, grafik dizayn demək olar hamısında var. Sən grafik dizayn sözünü saxlaya bilərik. Grafik dizayn. Bu açar sözümüzü də əlavə elədim. Daha sonra baxın, ikinci iş elanında da təzədən kreativ sözü var. Daha sonra baxaq, düşürük aşağı. Existing. So, grafik designer. Below. O şirkətin adıdır. Daha sonra yüksək keyfiyyətli. Talantlı dizayner axtarılır. Daha sonra baxırıq tez-tez. Talantlı dizayner. Okey. Hər ehtimala bu sözü də yazaq. İkinci səhifəyə keçirik. Və nə qədər çox iş elanı araşdırsaz, iş elanına baxsaz, oradakı açar sözlərə diqqət eləsəz, axırda ən yaxşı formasını əldə edəcəksiniz title-ın. Aha, talantlı, görürsünüz, yenə istifadə olunur, professional. Bunu da yaza bilərik. Amma hələ ki, bu sözdən bir, sözdən artıq çox çıxıb, ona görə də ki. Tekst yaza bilmədik, yazdıq. Kreativdən də bir neçə dəfə çıxıb, ona görə bunu da dəqiq istifadə edəcəyik. Talantlı deyəsən 3 dəfə çıxmışdı hal-hazırda. Sonra professionalımız var. Davam edək. Mid-level lazım deyil. Daha sonra applying designer, grafik dizayner varımızdır. Creating. Sonra baxaq. Bu hissləri mən sürətləndirim. Çünki əməli başlı vaxtımız gedəcək. Amma nəzərə alın ki, bu üsuldan gedəcək və qalan açar sözləri də belə tapırıq. Aha. Məsələn, indi açar sözlərə baxdıqdan sonra görürük ki, professional çox olmasa da bunu silə bilərik. Kreativ, grafik dizayner, talantlı, minimalist logo dizayn. Bu axtarışlar çox verilir. Onun üçün biz indi title-ımızı bu sözlərin və söz birləşmələrin üstündə quracağıq. Sən talantlı sözünü minimalist logo dizaynerdən bir yerdə istifadə elədim. Daha sonra indi digərində grafik dizayner üçün kreativ sözünü istifadə edə bilərik. Aha, title-ımız bu şəkildə olacaq təxmini olaraq. Gəlin axtarış verək, görək 97 mindən neçə minə düşə bilmişik. Cəmi 159 proyekt və bu çox gözəl nəticədir. Burada biz seçdiyimiz, onu da yenidən qeyd edim ki, bizim burada seçdiyimiz açar sözlər sırf olaraq kim ki dizayner axtarır, onların paylaşdığı iş elanlarından götürülüb.
Yəni onlar proyekt axtaranda yenə bu açar sözlərdən istifadə edəcək deyə biz də bu açar sözlərdən title düzəltdiyimizə görə, başlıq düzəltdiyimizə görə bizim o müştərilərin qarşısına çıxma ehtimalımız böyüyür. Və əlavə olaraq da gördüyünüz kimi 97 mindən artıq 159 proyektə salmışıq sayı. Bu da o deməkdir ki, rəqiblərimizin sayı xeyli azalmış oldu. Bugünlük bu qədər. Ümid edirəm ki, sizin üçün faydalı bir video oldu. Əgər videonun sizə faydalı olduğunu düşünürsünüzsə, videonu like edə və komment yazaraq dəstək ola bilərsiniz. Növbəti videolarda da proyektin digər hissələri necə hazırlanması haqqında danışacağıq.